Hazırda Göyçay rayonu Şəhadət Qarabağlar kəndində Abdullayev Samir Elmanoğlu'nun ailəsindəyəm. Yanımda gördüyünüz anamız Samir qardaşımızın həyat yoldaşıdır. 1984-cü il təvəllüdlü Abdullayeva Gülzar Elşad qızıdır. İllərdir qaraciyər serozundan əziyyət çəkir, xəstəliyinə yəni əziyyət çəkir. Həkimlər isə müalicə üçün təxminən 700 min və ya 800 min manat məbləğ tələb edirlər. Allah rızası üçün bu videonu maksimum bəyənək paylaşaq ki, bəzi insanlarımız, qardaşlarımız, sülhsevər, yardımsevər insanlar üçün qarşısına çıxsın, onlara yardım göstərsinlər xalqımızdan. Allah hər birinizə razı olsun. İmkan dairəsində könlünüzdən nə qoparsa, Allah rızası üçün yardım edin. Mən aparım yoldaşım müalicə elətdirim inşallah. Yəni məni çox adam tanıyır. Yaş mərhələsindən də olmuşam. Başqa gəlir yerimiz yoxdur. Hər hansı bir gəlir yerimiz yoxdur. Əlaqə nömrəm 050 666 14 77 nömrəsidir. Allah rızası üçün